Buraxılış imtahanının kiçicik bir mətnlə bağlı sualına baxaq. Yenə də doğru cavabı qeyd etməliyik mətnə görə. The art club will meet on Tuesday after school in room 202. İncəsənət klubu 202-ci otaqda məktəbdən sonra çərşənbə axşamı görüşəcək. Yəni görüş təyin edib görüşəcəklər. The purpose of the meeting is to discuss ideas for a new project. Görüşün məqsədi, purpose, məqsəd. Görüşün məqsədi ideyaları müzakirə etmək. Nə üçün müzakirə etmək? For the new project. Yeni layihə üçün ideyaları müzakirə etməkdir. The members of the club must bring their equipment. Klubun üzvləri öz alətlərini gətirməlidirlər. Everyone is welcome. Hər kəsə qapı açıqdır mənasında. Yəni hər kəs xoş gəlib. A variantı. The art club members are going to share opinions for the new project. Yəni incəsənət klubunun üzvləri yeni proyekt üçün, yeni layihə üçün fikirlərini bölüşəcəklər. Biz belə bir cümlə oxumuşduq ki, the purpose of the meeting is to discuss ideas for the new project. Eyni mənaya gəlir, yoxsa yox? Bəli, eyni mənaya gəlir. Yəni, görüşün məqsədi yeni layihə üçün fikirləri müzakirə etməkdir. Fikirləri müzakirə etmək sözü burada share opinions. Eyni mənanı verən fərqli sözlərlə ifadə olunub. Diqqətli olaq. Düzgün cavab A variantıdır. Bu öz yerində, amma digər variantların doğru olmadığını sübut edək. There is no need to bring any equipment to the meeting. Yəni görüşə hər hansı bir cihazı gətirməyə ehtiyac yoxdur. Tam da bunun əksi yazılmışdı ki, kluba hər kəs öz cihazını, alətini gətirsin. The meeting place of club members is unknown. Burada deyilir ki, klub üzvlərinin görüş yeri bilinmir. Xeyr, bilinir. Çərşənbə axşamı 202-ci otaq dərsdən sonra. Tam da bilinir. Yanlış cavab. D variantı. The club meeting will be held before classes on Tuesday. Yəni klubun görüşü çərşənbə axşamı dərsdən əvvəl keçiriləcək. Xeyr, dərsdən sonra olacaq. Yanlışdır yenə də. Və sonuncu variant, not all the club members can take part in the meeting. Yəni, bütün klub üzvləri bu görüşdə iştirak edə bilməyəcək. Yəni, hamısı iştirak etməyəcək. İştirak etməyənlər də olacaq anlamında. Xeyr, sonuncu cümləyə fikir verək. Everyone is welcome. Yəni, hər kəs gələ bilər. Bütün klub üzvləri. Doğru cavab A.